Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən təmiz hava aylığı çərçivəsində Lənkəranda da nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib. Reyd zamanı 20-yə yaxın avtomobil saxlanılıb. Lənkəran rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsi və bir saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşlar tərəfindən keçirilən reyd zamanı havaya buraxılan dəm qazı normadan artıq olan nəqliyyat vasitələri saxlanılaraq sürücülər barəsində müvafiq qaydada tədbir görülüb. İnfraqar aparatı vasitəsilə ölçülü dəm qazının miqdarı. Dəm qazının miqdarı hansı avtomobildə çoxsa, bu da İnzibati Xətalar Məcəlləsinin 238.2 maddəsi ilə cərimə tətbiq olunur sürücülər arasında. Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsidir. Tərəfimizdən 20-yə yaxın nəqliyyat vasitəsi saxlanılır və həmin sürücülərə izahı verilib ki, dəm qazı miqdarı 3,5-dən yuxarı olduğu üçün tərəfimizdən həmin sürücü 50 manat məbləğində cərimə olunur. Reyd zamanı həmçinin avtomobillərin konstruksiyasına dəyişiklik edən, pərdə və plyonkalar quraşdıran sürücülər də aşkarlanaraq, onlar barəsində müvafiq inzibati cəza tədbirləri görülüb. Təmiz hava aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam edəcək. Elnur Ələkbərov, Elşən Əhmədov, Lənkəran.